Ölkələrin tipoloji xüsusiyyətlərini bu gün öyrənəcəyik Hüseyn. Birinci sualda qeyd olunur ki, deyir Cənubi Amerikanın federativ dövlətləri. Biz əvvəlcə qeyd eləyək ki, dövlətlər inzibati ərazi quruluşuna görə Yine neçə bölünür. bölünür? Şeyle. Aha, federativ, Unitar, federatif. unitar, ASO. Deməli, bu bölməni çox qəşəng dinləyirsən və qeydləri aparırsan. Cənubi Amerikanın federativ dövlətləri hansılardır? Venezuela ile Brezilya. Venezuela, aha. Bir de Brezilya. Braziliya bir də Argentina. Braziliya, Argentina. Qeyd elədin? Şey, dediğine. Ha, elə. Deməli, inzibati ərazi quruluşuna görə desən federativ və unitar olur. Cənubi Amerikada Venezuela, Braziliya və Argentinadır. Bəli. Hı -hı. Daha sonra, yəni burada birinci sualda bizə cavab nə olacaq? A bəndi. Ha, Venezuela və Braziliya. Düzdür? evet. Gəlirəm digər ikinci sualımıza. Deyir, unitar konstitusiyalı monarxiya idarəetmə formasına malik olan ölkələr. Deməli, unitar deyirsə, biz burada əvvəlcə federativləri eləməliyik. Çıxmalıyıq. Düzdürmü? Evet. ASO. İndi sən bildin ki, Cənubi Amerikanın federativ dövlətləri Venezuela, Braziliya və Argentina oldu. Evet. İndi Afrikançılara deyirəm qeyd elə hamısını. Qoy biləsən də. Afrika, Federatif yani. hə, federativlər deyəcəm ancaq. Nigeriya, Saniye. yaxşı. Bəli. Nigeriya, Sudan, Cənubi Sudan. Sudan bir də Cənubi Sudan. Efiopiya, Somali, Bəli. bir də Komor adaları. Komor adaları. Əslində bu Carla Tanzaniya var ha. Carla Tanzaniya. Faktiki olaraq hal-hazırda unitardır, lakin bizim mənbələrdə federativ verilir. Yəni Şimdi fakt. ne yazar? Yəni ki, mənbələrimizdə deyəcəksən ki, carla federativ verilir də, kitablarda federativ verilir amma. Amma belə faktiki olaraq unitardılar. Yəni, ona görə yazıldı, yaxşı? Carla Tanzaniya. Kitaba da baxsan elədir. Carla Tanzaniya federativ verilir. Qeyd Bəli. Ayso, Efiopiyadır, Nigeriyadır, Komor adalarıdır, Sudandır, Cənubi Sudandır, Somalidir, Cardır. Bunu qeyd Dekum. Hı, Komor adaları, bəli. Madaqaskarın şimal hansı hissəsi? Şimal-qərb hissəsindədir. Şimali Amerikada hamısı. ABŞ, Kanada, Meksika. Yazdım. ABŞ. ABŞ, Kanada, Meksika. Hamısı da yəni bir sözlə. Evet. Hı. Sonra Avropada Evet. Avrupa. Avropada Rusiya, Bəli. sonra Belçika, Almanya, İsveçrə, Avstriya, Bosniya, Hersegovina. Keçirəm. Bosniya, Bos hə. Deyəcəksən ki, Rusiya, Belçika, İsveçrə, Avstriya, Almaniya, Bosniya, Hersegovina. O ikisi bir də Bosniya qaldı. Bəli, bəli. Bosniya və Hersegovina.
İspaniya yadında saxla. 2018-ci ildə federativlik statusunü ləğv edib. Unitar hesab olunur. Kim? Bax, İspaniya əslində 2018-ci ildə federativ statusunu ləğv edib. Amma bizim sinif atlaslarında hələ də federativ verilir. Ha, Yəni İspaniyanı yaz. Yaxşı. Amma əslində ya, belə unutardı hal-hazırda. Prosta bizim dərsliklərimizdə hələ də federativ gedir. Sonra Asiyanı yazırsan. İspanya yazdım. Hə, yazın Asiya. Asiyanı yaz. Yenə Rusiya, İraq. Bizə saniye. Hı -hı, yaxşı. Rusiya, İraq, Ha, Birləşmiş Ərəb Əmirliyi, aha, Hindistan, Pakistan, Nepal. Pakistan, Hindistan, Nepal. Myanma, Malezya. yazdım. Ay sağ ol. Deməli bir də Avstraliyada bilsən də şeydə Avstraliya materik olaraq. Bəli. Avstraliya. Federatif değil. Hə? Federativdir, bəli, Avstraliya federativdir. Hı -hı. Şey yazdım. Aydındır. Ha, Deməli gəl sualımızı işləyək. Dedik ki, İndoneziya. İndoneziya haqqında biz ifadəsini bildirdik. Avstralya bildirmədi. Elə Bildirdik. Avstralya Vyetnam da demədi, Əfqanistan da demədi. Məsələn, Hindistan dedik federativdir, getdi. Pakistan federativdir, getdi. variantı olur. Cavabımız hansı deyirsən? D variantı, D, C. C variantı. Gəl baxaq. Bizdən həmçinin nə istəyirsən monarxiyalarda yazıram. Yazsam monarxiyalarda. Değişir yazım. Hə, yaz. Federativləri yazdın, əsas bunlardan onsuz. Monarxiyanı da yaz. Avropada yaz. Avropa. Yaz. Norveç, İsveç. Norveç, İsveç. Üç İsveç. Aha, Danimarka, Niderland. Danimarka, Niderland. Hı -hı. İngiltere, Belçika, Belçika Lük yazdım. Lüksemburg, Liechtenstein. Aha. Sonra Monaco, Monaco, Ha, Vatikan, Andorra, bir de İspanya. Yəni deyəcəksən ki, Qərbi Avropada Belçika inzibati ərazi quruluşuna görə federativdir, idarə etməsinə görə nədir? Monarxiyadır. ha, Belçikanın bəxi federativdir, həm də monarxiyadır. ha. Vatikan dediysən ki, dini qanunlarla idarə edildiyi üçün teokratik monarxiyadır. Onu yaz. Vatikan nə monarxiyadıdır? Teokratik. Teokrat. Bəli. Teokratik. Sonra Avstraliya, Yeni Zelandiya, Kanada, Böyük Britaniyanın tərkibində normal monarxiya ölkələridir. Deməli, gələk indi biz Asiyanın monarxiya ölkələrini yazaq. Asiya. Yaz. İordaniya, Küveyt, Səudiyyə Ərəbistan, sonra Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Oman, Butan, sonra Tayland, Kamboca, Kamboca, Butan, Tayland, Kamboca.
Malazya, Bruney, bir də Yaponiya. Deyəcəksən ki, burada Bəhreyndir, Qətərdir, Birləşmiş Ərəb Əmirlidir, Omandır, Bruneydir. Bunlar necədir? Mütləq monarxiya. Mütləq monarxiyaya aiddir. Bəhreyn, Saxman hı? Saxman Səudi Ərəbistandadır. Səudi Ərəbistan hissəsində. Mütləq monarxiya Bəhreyn. Ayrıca yazdım onları. Hə, mütləq monarxiya Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirliyi, Oman, düşürək onlarda. Bəhreyn, Qətər. Hə, Birləşmiş Ərəb Əmirliyi, Oman, Bruney. Konstitusiyalı monarxiya isə Butan, Desən. Konstitusiyalı monarxiya Butan, Aha, Tayland, Butan, bəli. Kamboca, Malazya, bir də Yaponiya. Bəxtlərin Vatikanı deyə teokratik monarxiyadır. Burada da Səudi Özünə Ərəbistan teokratik monarxiyadır. Yazdın mı? Bruneydir, Bəhreyndir, Qətərdir, Birləşmiş Ərəb Əmirlikləri, Omandır. teokratik monarxiya Hə, yazdım. bəli. Səudi Ərəbistandır. Bəli, Bunlar mütləqdir. Yazdım. yazdım onu. Afrikada azdır. Afrikada yaz. A, Afrika. hə. Afrikada olan Nəyini yazdıq Afrikanın? hı? Monarxiyasını. Hə, hamısı monarxiyası. Monarxiyanın bir federativi yazacağım. Federativi yazacağım çünki onları biləndən sonra biləmək Bilənə lazım. soruşdular avtomatik. Hə, Afrikada Mərakeş, az 3 dənədir. Mərakeş, Esvatin, Lesoto. Esvatin, Lesoto birisində cardadır. Esvatini, Lesoto. Ee, SVT. Esvatini bir də Lesoto. Carda yerləşir bunlar. Esvatini və Lesoto. Bir də Böyük Britaniyanın formal monarxiya ölkələri var. Onu da yaz bitiririk. Nə yazım? Böyük Britaniyanın Aha. formal monarxiya ölkələri. Yaz. Monarxiya ölkələri. Hı-hı. Kanada. Orada West-ində vardı. Bahman, Beliz, Hə. Bahman, Yamayka. Bahman, Yamayka. Bir də Beliz. Beliz. Sonra yaz. Yeni Gvineya, Avustralya, bir də Yeni Zelandiya. Yazırsa keçək suallarımıza. Hı-hı. Bəli. İndi keçək suallarımıza. Deyir ki, bizdə 2-də unitar konstitusiya monarxiya idarə formasına malik olan ölkələr. Monarxiya deyirsə, məsələn, biz İndoneziyanın adını çəkdik monarxiyada. Xeyr. Deməli, respublikadır. Getdi. Hindistan monarxiyaydı? Bəli. Amerika İsveç. Vatikanın da adını çəkmədik elə biz. Bəli, bəli. İndi qeyd edirik ki, burada Hindistan monarxiya deyil də, düzdür? Federativdir, prosto monarxiyadır. Hı. B variantı getdi.
Yaponiya. Eş unitar deyil. F federativ deyil. Yaponiya yox. Deyəcəksən ki, monarxiyadır. Bəs amma federativdir. Xeyr, Xeyr. unitardır. Ay, sağ ol. Sonra. Yaponiya uyğun gəlir. Camımız hansı olacaq burada? Türkiyə nədir? Türkiyə unitar. Unitar. Getdi. Böyük Britaniya. Nə oldu? Unitar deyirəm, eş nadis. Yox, səsin gəlmir. Hə, unitar. Hı. Ancaq C-dir. Sosial-C'də də Mərakeş dedik ki biz. Bax, diqqətli ol, gəl bir-bir təhlil, tələsməyək. Bax, İndoneziya, İndoneziya. Dedin ki, unitar dövlətdir. Ana Düz. onu görə. Hə, İndoneziya unitardır və amma dedin ki, nə deyil? Monarxiya deyil. Düzdür? Ona görə dedik ki, bir səhvdir. Hindistana dedik ki, nədir? Federativ. Federativdir. Ona Bəs görə bu monarxiya deyil. Düzdür? O da getdi. unitar. Bəli. Sonra gəldik nəyə? Yaponiya. Dedin ki, monarxiyadır. Həmçində nədir Yaponiya? Unitar. Düzdür? Mərakeşə baxırsan. Mərakeşə dedik ki, federativdir. Ona görə səhvdir. D Mərakeş variantı. harda? Mərakeş Afrikada demədik ki, federativdir. Onu demədi, xeyr. Yo, Afrikada dedim Mərakeş, Esvatini. Nigeriya, Nigeriya, Sudan, Efiopiya, Sən şeylər deyirsən, federativlər deyirsən. Mən monarxiya deyirəm. Mərakeş unitardır. Mərakeş deyəcəksən ki, bəli, unitardır. Hə, Amma monarxiyadır. Yaxşı? bildim. Onsuz da belə bir şey eləyək də. Onunla mən gördüklərimi bilim ki, federativdir bizim yazdıqlarımız. Hı Qalanlar hı. unitardır. Bəli, bəli. Ay, sual elə. Monqolistan da onda unitardır, məsəl üçün. Hı hı. Amma şey deyil, monarxiya deyil. Bəli, bəli. Ona görə cavabımız burada olacaq D variantı. Böyük Britaniya unitardır. Həmçində dedik monarxiyadır. Bəli. Mərakeş unitardır, monarxiyadır. Hı. Yaponiyadakı həmçinin unitar həm də monarxiyadır. Amma Türkiyə deyəcəksən ki, unitardır, düzdür. Amma ki monarxiya deyil. Ona görə E-bəndi səhv. Cavabımız 2-də nə olur? D variantı. D Bildin? variantı. Bəli. Ona görə tələsmə. Deyirəm ki, yavaş-yavaş izah eləyək, qulaq asaq. Dekorativ monarxiya idarə formasına mail. Elə bunu bayaq dedim. Səudi Ərəbistan həm nə idi? Səudi Ərəbistan monarxiya idi, Vatikan da monarxiya idi. Biri Avropada, Vatikan Avropada teokratik monarxiya idi. Səudi Ərəbistandakı Asiyada teokratik monarxiya idi. Düzdür? Bəli. Cavabımız olur 3-də A bəndi. Gəlirik 4-də. Monarxiya idarə formasına malik olmayan ölkələr. Baxırıq. Burada biz Oman adını çəkmişik. Bəli, dedik ki, monarxiyadır. Düzdür? Özdə mütləq monarxiya. A bəndi getdi. Sonra B bəndində Qətərin adını çəkmişəm. Bəli, dediyi özdə mütləq monarxiyadır. Getdi. C bəndə Vatikan adını çəkmişəm. Səsini dəyişdirməliyim. Bax, Oman, Qətər Bəli. mütləq monarxiyadır. Ona görə A, B olmaz. Vatikana baxırıq. Vatikan bəli, dedik teokratik monarxiyadır. C də olmaz. Kuveyt. Kuveytə demişik nə idi? O da monarxiya idi. Düzdür? Kuveyt monarxiyadır. Misir amma monarxiya deyil. Əlcəzair monarxiya. Bax, qeyd elə orada. Cavabımız bəli D variantıdır. Çünki Afrikada olan monarxiya dövlətləri bir Mərakeş idi, bir Lesoto, bir də Esvatin. Üç dənəsini bilən sonra cavabı tapırsan. D variantı. İndi Gəlirəm. burada Hı, buyur. Rusiya, Kanada, Meksika, Həm düzdür. Nigeriya. Unitar desək, Kanada federativdir. Hı -hı. B variantını çıxaram. Əhalinin artım ikinci tipinə aiddir. Bunu da çıxaram. B ilə D getdi. Birinci. Federativ quruluşuna malikdir. Bu da səhvdir.
Rusiyanı yazmadıq biz. Ayso, Rusiyanın biz nə kimi yazmışdıq? Federativ kimi yazmışdıq axı? Demədik Rusiya, ki, Rusiya hə, Rusiya federativdir, Kanada federativdir, Meksika hə, federativdir, Nigeriya Avstriya, federativdir, Avstriya o da, federativdir. Elə cavabımız nə olacaq? hə, federasiya. E variantı. Ona görə diqqətli ol. 6-ya belə suallarda çalış tələsmə. 6-ya baxaq. Deyir ki, monarxiya idarə formasına malik olan Cənub-Şərqi Asiya ölkələri. Bax, Cənub-Şərqi Asiya ölkələrimiz hansılardır? Tayland, Malazya, Kamboca. İndoneziya bilirsən də monarxiya deyil. Laos deyil. Filippin deyil. Vietnam deyil. Cavabımız nə olacaq? Tayland, Malazya. Evəndi. Aydındır? Tayland, bir də Malazya. Cənub-Şərqi Asiya ölkələrimizdən deyirsən Kamboca, Malazya, Tayland, Bruney. Bunlar monarxiyadır. Oldu E. Bildin Asin. Nə oldu mu? Gəldik 7-yə. Bəli, bəli. Avrasiyanın unitar inzibati ərazi quruluşuna malik olan ölkələr. Unitarları istəyir bizdən. Baxırıq biz burada. Unitar kimlərə demişik? Federativlərimizi Pakistan, Hindistan, Pakistan, Sırbiyan variantı. Pakistan. Pakistan getdi. Düzdür? Ay sağ ol. Sonra gəlirəm. Rusiya getdi. Aha, Rusiyam getdi. Sonra Hindistanım getdi. Sonra başqa nə esilirəm? Bir dənə bax. Belçikam gedərmi? Y variantı. E variantı səhvdir. Belçika var axı orada. Belçika, İsveçrə. Belçika. Bəli, Belçikadır, İsveçrədir. Onlar nə idi? Federativ idi də. Düzdür? Federativ. Amma bu federativ tarzı zat rahat seçmək olmuyor. Hə, biraz adamları qarışdırır. Yox, deyirəm rahat seçmək olur. Hə, olur deyirsən. Ölçülər Və orada çoxdur da, ona görə. 7 cavabımız nədir? D variantı. siz Gəlirəm. nəsə Hı, fərqə ilə dediniz deyə o avtomatik ağlımda qaldı. hı. 8-ə baxaq. Rusiya. Nə idi dedik? Rusiya federativdir. Federativ. Ukrayna. Unitar. Unitar. Çin. Unitar. ABŞ. Federativ. Federativ. Deyinə Aysən. yeni çıxaqda onda. Onda D ilə yeni çıxdı. Cavabımız nə Zəngin olacaq? daş. C bəli. Daşkün. Bəli. Zəngin daşkün metodlarına malikdirlər. Afərin. Qalay Wolfram ehtiyatlarımız bilirsiniz, Cənub-Şərqi Asiya ölkələrində idi. 9-a baxıram. Rusiya. Federativ. Bunların hamısı federativdir mənim. Braziliya Üçü də. federativ, Kanada federativdir. Aid olmayan xüsusiyyət nədir? Federativ dövlətlər E, aid olandır. Təbii ehtiyatlarla zəngin ölkədirlər. Ərazi böyük. Dəmir filizi idxal edən ölkə deyir. İdxal edirlər bunlar. ixrac edirlər. Bəli. Ona görə 9-da cavabımız E variantı. Ona baxırıq. Avstraliya İttifaqı nə idi Avstraliya? Federativ, həmçində Federativdə. aha, bir də monarxiya Həm də idi. monarxiya bəli. Ay sağ ol. Avstraliya həm federativ, həm də monarxiya. Hindistan federativdir. Hindistanda deyəcəksən ki, bəli, federativdir, amma monarxiya deyil. 4-ü çıxırıq. Mhm. Və Avstraliya aid olanı istəyir də sənə. Düzdür, Avstraliya aid olsun, insan aid olmasın. Məsələn, əhalinin təbii artımı birinci tipdir. İnkişaf etmiş ölkədirsə, təbii ki, orada nə olacaq? Birinci tip. Düzdür? Bəli. Avstraliya inkişaf etmiş ölkədirsə, orada urbanizasiya səviyyəsi necə olacaq? Yüksək olacaq. İkini götürürsən. Bir də Bir zəngin də dəmir filiz ehtiyatlarına malik. Hə, bir də hansı olacaq? 7. 1, 2, bir də 7. 7. Cənub həmçəsində yerləşməsi. Düzdür. Cavabımız olur 10-da E bəndi. Gəlirəm 11-ci sual. Avstraliya və Hindistanın oxşar xüsusiyyətlərini isə bizə. Biri Respublika çıxırıq quruluşuna malik bir səhv. Ay monarxiya. sağ ol. Avstraliya nə idi? Monarxiya.
Sonra Hind okeanı çıxışları var. İki də oxşardır. Monarxiyadır, bəli. Mhm. İki oxşar. Altın çıxırıq, bir də 5-i çıxır. Mhm. 6, 1 yox, 2 oxşardır. İki oxşardır. Bəli, hər ikisi Hind okeanı çıxışı var da. Hmm. Hətta 2, 4, 6. 2, 4, 2, 6. 4, 6. 2, Aferin. 4, 6. Aha. Səudi Ərəbistan, Kuveyt, 5 Qətər. çünki şeyə aiddir təkcə. Hı. Bəli, əhalinin təbiətinin birinci tipinə aiddir Avstraliya. Səudi Ərəbistan, Kuveyt, Qətər ölkənin aid olan ümumi cəhətlər. Bunlar hamısı nə idi? Monarxiyadır. Səudi Ərəbistan, Kuveyt, Monarxiyadır. Qətər. Əmək Həm də bunlar unitardır, eləmi? Səudi Ərəbistanla Küveyt, Qətər, bəli, deyəcəksən ki, nədir? Unitardır. Unitar. Mhm. Əmək miqrasiyası ölkələridir. Bunu götürməliyik də. Əmək miqrasiyası nə deməkdir? Əməkdən elə bir Əmək miqrasiyası. mənim gözümlə yadıma salmam. Hədə iş tapmaq üçün də əmək miqrasiyası. Mhm. Elə bir bir iş işlədiyi yerdən lap yaxşıdsa, bu işlədiyi yerdən köçür başqa yerdə işləyir də, o demək. Ay, sağ ol. Yəni, iş dalınca getmək deyək də, belə sadə dildə. Hədə işsizlik də götürə bilərik. Mhm. Hə, Deməli, iki yerə bölünür, daxili bir də xarici. bəli. Ölkə daxilində köçmə, bir də ki, başqa ölkəyə köçməkdə. Mhm. Demək, bir doğrudur. Əmək miqrasiya ölkələridir. Urban səviyyəsi yüksəkdir deyir. Bəli. Yox, əmək düz zamanımı. Mhm. Bir də 400-dür. İzah et hamısını. Deyir, urbanizasiya səviyyəsi yüksəkdir. Urbanizasiya səviyyəsi yüksəkdir deyəndə də ki, şəhərin əhalisinin sayı artır da, işsiz, əmək qabiliyyəti çoxdur demədik. Ay, Orada köçüş gəlirlər Səudi Ərəbistanda işləməyə də. sağ ol. Yəni, burada... Oradakı şəhərin Mhm. böyüməsi, əhalinin artması deməkdir. Ona görə 2 də düzdür. Aha. Biri dedin ki, əmək miqrasiya ölkəsidir. Dedim bu doğrudur. Bu ölkələr neft gəlirləri hesabına sürətlə inkişaf etdikləri üçün xaricdən çoxlu sayda işçi qüvvəsi cəlb edirlər. Düzdür? Bəli. Urbanizasiya səviyyəsi yüksəkdir. Dedin ki, Aferin. bu da doğrudur. Yəni hər üç Çünki ölkədə real, əhalinin böyük əksəriyyəti bəli, şəhərdə yaşayır. Münbit torpaq ehtiyatlarına malikdir deyir. Desəm bu səhvdir. Bu ölkələrdə əsasən səhra iqlimə, yəni tropik səhra iqlimidir də onlarda. bəli. Səhra iqlimə malikdir, yəni münbit torpaqları yox dərəcədir. Dördüncü isə kapital ixracçılardır. Yəni desəm bu da nədir? Doğrudur. Sərmayə ayırır da, Bəli, elədir. neft satışında əldə olunan böyük vasitələri digər ölkənin iqtisadiyyatına investisiya kimliklər qoyurlar. Zəngin Bəli. ehtiyatlarına malikdir, səhvdir. Deyəcəksən ki, burada Bu da filiz yox. deyil, yanacaq ehtiyatlarımız var. Bəli, cavabımız ona görə 1, 2, 4 olacaq. Düzdür. Gələk 13-cü suala baxaq. Deyir, Rusiya və Avstraliyaya aid olan ümumi xüsusiyyətlər. Həmçinin Rusiya, həm də Avstraliya bilirsən nədir? Federativ. Federativ. Bəli, federativdir. Düzdür. Dəmir filiz ehtiyatları çoxdur deyir. Səhvdir. Ümumi əlamət. Var da hər ikisində. Avstraliya, Niyə? Rusiyada da var, hə. Avstraliyada var da, Qərbi Avstraliya yələsi nə zənginlikdir? Dəmir Hə. filiz ehtiyatı nə zənginlikdir? Mhm. Geyzerlər geniş yayılıb səhvdir. Geyzerlər bilirsən də geosinknal ərazilərdə, seysmik cəhətdən aktiv Bəli. ərazidə olur. Ona görə bunlar da bilirsən ki, çox da seysmik ərazilər deyil. Yəni bir dedin ki, Avstraliya ait ol. Bir dedin ki, hər iki ölkə dünyanın ən böyük dəmir filiz ehtiyatlarına malik olan dövlətlər sırasındadılar. Geyzerlər geniş yayılıb, deyəcəksən ki, Rusiyada var idi, Kamçatka yarımadasında Klyoçka sopkası vulkanı var da, eşitmişdin də, düzdür? Bəli. Həyatında. Bax, orada geyzerlər ola bilər, amma Avstraliyada olmaz. Çünki Avstraliya tamamilə nədir? Platformadır. Böyük Olmaz. xam mal ixracçıları da deyəcəksən ki, bu da nədir? Doğrudur. Aha.
Böyük Bir də xanlar. ki şey götürür. Çünki deyirsən ki, hər iki ölkə dünya bazarına böyük miqdarda mineral resurslar və xam mal çıxarır. Dördə baxaq. Xarici ticarətdə dəniz nəqliyyatının rolu böyükdür. Deyəcəksən ki, bu nədir? Bu da doğrudur. Çünki Avstraliya e, necədir də? Onlarda sahilyan ərazilər genişdir axı. Bəli, Sonra 5-də hidroenerji ehtiyatlarına malikdir deyir. Deməli, Rusiyada olsa da Avstraliyada deyəcəksən ki, quraq materik olduğu üçün bu ehtiyat nədir? Zəifdir də, hidroenerji potensialı. Hidroenerji potensialı bilirsən də dağ çayların olduğu ərazilərdə olur əsasən. bəli, 6-da isə quru sərhədləri yoxdur, səhvdir. Avstraliyanın quru sərhədi olmasa da Rusiyanın dünyada ən çox ölkə ilə quru sərhədi olan ölkədir də, düzdür, dövlətdir. bəli. Cavabımız 1, 3, 4'tür. 14'e bax görün. Federativ inzibati ərazi qoşulan malik olan ölkənin əsas əlamətləri nədir? Yəni sahil regionlar sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş olur. Xeyr. Bütün sənaye sahələri yaxşı inkişaf etmişdir. Bu da səhvdir. Hı -hı. Qoy nə düşünəşim. Ya D-dir ya da Y-dir. Federativdə deyirsən ki, o monarxiyadır. De. Bütün hakimiyyət bir adama məxsusdur və Hə, eldən bu keçir. maraqdır. Monarxiyadır. Deməli, biz burada qeyd edəcəyik ki, 14'də. Deyir, dəniz sahili regionlarla sosial-iqtisadi cəhətdən yüksək inkişaf etmiş olur. Yəni, bu, bütün federativ dövlətlər üçün ümumi bir qayda deyil. Bütün sənaye sahələri yaxşı inkişaf etmişdir. Deyəcəksən ki, bu da ölkənin iqtisadi inkişaf səviyyəsi ilə bağlıdır. Məsələn, Bu hamısına aiddir. bəli, bu inzibati quruluşla bağlı deyil. Yəni, inkişaf səviyyəsinə bağlı. Yəni, inkişaf etmişdir, yəni inkişaf etməkdə olandır. Ölkə əhalisinin uzun müddət digər regionlardan immiqrasiya edənlər hesabına formalaşır. Bu Vahid monarxiyadır. Vahid mərkəzi idarə olunma unitar dövlətlərin xüsusiyyətidir. Vahid, tək. Yaxşı. Hı, Bu unitara aiddir. Federativdə heç vaxt vahid ifadəsi ola bilməz. bəli, Bir variantında mərkəzi dövlət orqanları ilə yanaşı regionlarda özünü idarə e, hakimiyyət orqanları fəaliyyət göstərir. Bu desin ki, düzgün cavabdır. Federasiyalarda hakimiyyət mərkəzi hökumət, federasiya vədədində subyektlərdən, ştatlarına, respublika, vilayətlər arasında neynirlər? Bölünür. Yəni, hər bir subyektin öz qanunverici və idarəci orqanı olur. Yəni, burada vahidli yanaşı yoxdur. Görsən nədir? Deyir, mərkəzi dövlət orqanı ilə yanaşı regionlarda özünü idarə etmək hakimiyyət orqanları fəaliyyət göstərir. Yəni, tək mərkəzi orqanlardan asılı deyirlər də, özlərinin də qayda qanunları var. Vahid bir dənə qanun yoxdur orada. Aydındır. bəli. Cavabımız olacaq D variantı. Bütün hakimiyyət bir adama məxsusdur. İrsən keçir. Bu deyirsən ki, monarxiya idarə formasının aiddir. Yəni, federativ quruluşuna aid deyil. Cavabımız D bəndi. Dövlətlərin sosial-iqtisadi inkişaf səviyyəsini göstərən əsas amillər. Baxaq, təbii ki, onun nə olar? Əhalinin təhsil səviyyəsidir, orta ömür müddətidir. Düzdür? Biz 15-i nəyə deyə bilərik? Biri deyə Bəli. bilirsən. Sosial-iqtisadi inkişaf səviyyəsi. Məsələn, inzibati ərazi quruluşu olmaz, idarəetmə forması olmaz, əhalinin cins tərkibi olmaz. Hansı ki, cavabımız 15-də nə olacaq? Yaz. 15-dən Hı. Dövlətlərin sosial-iqtisadi bir inkişaf səviyyəsini əsas orta göstərir. ömür müddəti, Hı hı. bir əhalinin təcrübə, Hı hı. bir də ki, inzibati ərazi quruluşu forması. Yo, inzibati ərazi quruluşu olmaz axı. Deməli, sosial-iqtisadi inkişaf deyəsən, əsas göstəricilər nədir? Nəqliyyat xidməti ilə yaxşı təminat. Bu deyirsən ki, doğrudur. Məsələn, inkişaf etmiş ölkələrdə nəqliyyat şəbəkəsi sıxdır, yüksək keyfiyyətlidir. Bu da iqtisadiyyatın nəyini artırılır? Belə deyək, səmərəliliyini artırılır. Düzdür? İnzibati ərazi quruluş forması yanlışdır. Yəni, Bəli, ölkənin federativ unitar olması onun inkişaf səviyyəsinin göstəricisi deyil. Aydındır? Əhalinin təhsil səviyyəsi doğrudur. Yüksək ixtisaslı kadrlar, savadlı bəli, cəmiyyət. Deyəcəksən ki, bu inkişaf səviyyəsinə aiddir. Orta ömür müddətində deyəcəksən ki, bu da səhiyyənin yaxşı olmasını göstərir, qidalanmanın yaxşı olmasını göstərir. Bu da inkişaf səviyyəsidir.
İdarəetmə forması olmaz, səhvdir. Əhali cinsiyyət tərkibi də səhvdir. Cavabımız 1, 3, 4 olacaq. Aydındır? Ərazisində ada və yarımadada yerləşən monarxiya idarəetmə Bəli. formasının marşını ölçülər. Monarxiyadır. Malayziya dedik ki, monarxiyaydı. Böyük Britaniya. İngiltərə nə idi? Nətər müəllim getmişdi internet. Demək, Malayziya monarxiyadır. Monarxiyadır və Ay, sağ ol. Elə cavabımız 16 nədir? A bəndi. 17-yə baxıram. Bütün ölçüləri unitar respublika olan region. Bütün ölçülər unitar respublika. Amerika ilə Latin Amerikasını çıxırıq. Mərkəzi Mərkəzi Asiyanı çıxırıq, Mərkəzi Avropanı çıxırıq. D variantı. Cənub-Şərqi Asiyanın bütün ölçüləri monarxiya idi ki. Unitar demir bizdən. Hə, unitar hissi. Mən də monarxiya oxuyuram. Bütün ölçüləri unitar respublika olan regiondur. Unitar respublika olan regionumuz dedik ki, hansılar olar? Məsələn, Cənub-Şərqi Asiyada Federasiya olmayanlar. hə, federatlara çıxırsan da, düzdür? Unitar deyirsə hamısı Cənub-Şərqi Asiya ölkələrindən var axı. Federativ olan. Bilmədim. Yoxsa çıxatsa Latin Myanmar, Amerikasını dedim var. Amerikada Mərk o ki unitar şey Mərkəzi deyil. Asiyada yoxdur. Mərkəzi Asiya ölkələri. Hı, Mərkəzi Asiya. Mərkəzi Asiya ölkələri nədir? Hamısı unitardır. bəli. Hansılardır Mərkəzi Asiya ölkələrimiz? Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan. Bunlar nədir? Unitar. Yaxşı. Mərkəzi Asiya yazın. Asiya unitar. Keçək. Yazım. Hə, Mərkəzi Asiya ölkələrinin hamısı unitardır. Hamısını da tanıyırsan da Mərkəzi Asiya ölkələrinin hamısı. Mənim səsiniz arada gedirik. Sənin səsin getir arada. Mərkəzi Asiya ölkələrini tanıdın da hansılardır? Mərkəzi Asiya ölkələri Qırğızıstan, Hı -hı. Qazaxıstan, Türkmənistan, Aha. Özbəkistan, Tacikistan. bəli. Hı -hı. Deməli, biz qeyd edəcəyik ki, cavabımız 17-də C variantı. Keçək 18-ci suala. Böyük yediliyə daxil olan unitar monarxiya etmə forması marşını ölçülər. Böyük yedilik hansı ölkələrdir? Gəl əvvəlcə onu qeyd edək. Yaponiya, Böyük Britaniya, Kanada, Hı -hı. sonra Almanya, Bəli. ABŞ, Kanada, sonra İngiltərə, ABŞ, Kanada, Almanya, Böyük Britaniya, Yaponiya, Almanya, hə, bir də aha, Yaponiya. Fransa, İtaliya, bir də A- ABŞ, Kanada, Yaponiya, Almanya, Fransa, Böyük Britaniya, İtaliya. Sən sırayla say da. Niyə ABŞ, Kanada demirsən? ABŞ, Kanada, İngiltərə, Adı elə dedim. Fransa, İtaliya, Yaponiya. Bir də Almanya. Bəli. Deməli, unitar monarxiya formasının malik olan ölkədir deyir. Baxaq. Böyük Britaniya bilsən ki, nə idi? Monarxiya idi. Böyük Britaniya Hı -hı. monarxiya olmaqla monarxiyadır. Prosta Monarxiyadır, amma unitar, unitardır unitar. həmçinin. Bəli, unitardır. Böyük Britaniya həm Elə nədir? ad da cavab. Bəli, Yaponiya nə idi? Həm unitar, Unitardır, həm də monarxiya. həm də ki monarxiya. Bəli, cavabımız 18-dən A variantı. bəndi. 19-a baxaq. Böyük 7-yə daxil olan unitar respublikalar. Biz yenə də ki, federativlər çıxaq da onu test Bəli. edək. Federativləri çıx görək. Çıxamıram. Bax, A variantında Fransa ilə İtaliya verib də. Prosta Fransa böyük yeddiliyə daxildir, hə. Fransa, bəli. İtaliya